Azərbaycandan öz ata-baba yurtlarından köçərək Ordubadın Parağa kəndində yaşayan insanlar zaman keçsə də öz həyat tərzlərini, adət-ənənələrini burada da yaşadılar. Biz də bugün Abbasovlar ailəsinin qonağı olaraq bu adət-ənənələrdən, onların gündəlik həyatı ilə daha yaxından tanış olacağıq. 1988-ci ildə Dağlıq Qarabağ hadisələri ilə əlaqədar bu kənddə gəlib məskunlaşmışıq. Gəldik oraya, ata-baba məsələn, birdən-birə sənə gəlib deyərlər ki, evindən çıx. Çox ağır, bizim üçün çox çətin oldu. Doğma yurtla bağlı ən çox hansı xatirələri xatırlayırsınız? Ən çox nə üçün darıxırsınız? Doğma yurdun hər şeyinlə, məsələn, bu təbii bulaqlarıyla, təbiətimizlə, çox heç vaxt yadımızdan çıxmır. Qərbi Azərbaycandan köç edərək bugün doğma yurt həsrəti ilə yaşayan ailələrlə söhbətlər göstərir ki, illər keçsə də o torpaqlara bağlılıq heç vaxt azalmayıb. Qonaq olduğumuz ailə də öz adət-ənənələrini, xatirələrini və yurt sevgisini bugünə qədər yaşatmaqdadır. Təhlükəsizliyimizi təmin etsələr, biz hazır burada gedib yaşamağa. Belə baxıram, sanki biraz gözləriniz doldu, darıxırsınız deyəsən oralar üçün. Vətən də vətən, heç kim vətəni unutmaz, yadından çıxartmaz. O vaxt elə bir çox gözəl yaşayırdıq orada, mal-heyvan saxlayırdıq, əkin əkirdik, ot biçirdik. Gözəl günlərimiz oralarda keçibdi. Ancaq buraya gəlişimiz çox çətin oldu bizim üçün. Orada gözəl evlərimiz qaldı, gözəl bulaqlarımız qaldı. Qaçqın düşdük da. Bizi alan Naxçıvan sağ olsun. Naxçıvan elə bir bizi köməklik elədi, bizi çıxartdılar da. Deyiləsi vardı, tez çıxdı, deyiləsi vardı, çıxmaq istəmirdi kənddə. Yoldaşım həmişə ildə bu vaxt gedərik biz Qanlı Gölə. Çıxardı o yoldan, baxardı kəndə, dağlarımıza. Deyirdi, elə bir təskinlik tapdım da. Deyirik, elə yol açılar, qulağımız səsdə. Yol açılar, gedib elə bir yol kəndlərimizi gəzib, o dağlarımızı gəzib gələrdik. Amma görüb gələrdik. Onların dilində səslənən hər xatirə, hər arzu bir gün Qərbi Azərbaycana qayıdış ümidini daha da gücləndirir. Məhz bu ideyanın yaşadılması məqsədi ilə yaxın vaxtda 3-cü Qərbi Azərbaycana qayıdış konqres festivalı keçiriləcək. Festival çərçivəsində Qərbi Azərbaycan həqiqətləri, milli mənəvi dəyərlər və qayıdış arzusu bir daha gündəmə gətiriləcək. Çünki bu insanların ən böyük arzusu illər öncə ayrıldıqları doğma yurt yerinə yenidən qovuşmaqdır. Tərlan İbrahimova, Murad Əliyev, Emin Novruzov, NTV Xəbər.